belə deyim də, riskə hazırsınızsa, çünki doğrudan bizim ölkədə biznes qurmaq çox çətindir. Amma qabaq ondan da çətin idi. Yəni yaxşı xəbər odur ki, pozitiv dinamika var. Mən 2007-ci ildə birinci şirkətimi yaradanda 3 aydan bir gəlirdim vergiyə, bir 40-100 nəfərlik növbədə dururdum ki, hesabatımı ora verim. Yəni bir günüm gedirdi ancaq vergi hesabatına. Sonra gedirdim ayrıca DSMF-yə, pensiya fonuna, ora hesabat verirdim. Orada yarım günüm gedirdi. Sonra gedirdim statistika idarəsinə, ora hesabat verirdim. Yəni pulum yox idi ki, kimisə cəlb edeyim bu işə. Yəni vaxtımın yarısı ona gedirdi. İndi belə problemlər yoxdur, hamısını onlayn eləmək olar və belə nümunələr çoxdur. Ona görə demək ki, hər şey lap pislik yox. Yəni sırf biznesə başlamaq baxımından bizdə rahatdır. Onlayn şirkət açmaq olar tez, müəyyən təcrübələr var, outsourcing şirkətləri var, bəzi xırda şirkətlər var ki, onlara heç fikir vermirlər. Ona görə cəhd eləmək rahat olar. Sonrası artıq təcrübə tələb edir. Ona görə bu leksiyanın da elə məqsədi ondadır ki, yəni nəyisə ediriksə maksimal hazırlıqlı eləyək ki, riskləri azaldaq.